Dəri xəstəliyindən ölən varmı? Bəli, var. Qaçınılmazdır. Bu hər bir xəstəlikdə belədir. Məsəl üçün eşidə bilərsiniz ki, mənim babam 10 dəfə Covid keçirdi. İndi doğru dilə deyirəm, məsəl üçün 2 dəfə Covid keçirdi, ölmədi. Bir dənə qrip tutdu, qripdən öldü. Bu bilirsiniz necədir? Dəri xəstəliyi də bu cürdür. İndi bu hal-hazırda biz görürük ki, qeyri-mütəxəssis olanlar hər bir xala müdaxilə edir. Törəmədir bu, nevusdur. Biz bunu dermatoloq olaraq biz bunu müayinə edirik. Bu xallara baxırıq. Xoş xassəlidirmi, bəd xassəlidirmi? Biz buna müdaxilə eləmək üçün ilkin növbədə bizim pasiyentin anamnez formunu toplayırıq. Nə zaman yaranıb, neçə yaşdan yaranıb, uşaqlıqdan mı var, niyə yaranıb, onun kökünə və yaxud da bizə də dermatoskop dediyimiz biz cihazla bunu müayinə edirik. Müayinə elədiyimiz zaman da bizə də bu sual qalan sırf törəmələr var ki, biz onları cərrahi vasitəsilə və yaxud da xüsusi cihazlarla biz onları kəsib götürürük, əkimə göndəririk. Biz onların versinə baxırıq, patologiyasına baxırıq, rəngləməsinə baxırıq. Əgər həqiqətən bu xal, belə deyim sizə, bu törəmə, tək xal deməyək, bu törəmə bəd xassəlidirsə, biz bunun müalicəsinə başlayırıq.